Bir qazimizdir. Tovuzda hemodializ mərkəzinə gedir və birinci qrup əlildir. Adam təkərli arabaya məhkumdur və gedir, söylüyor ki, məni çıxartmaq lazımdır, lift işləmir deyir orada. İndi mən bunu çalışacağım əməkdaşlarımıza göndərim. Lift işləmir deyir orada. Adam sual verir qazi ki, bəs axı mən çıxmalıyım, deyir, necə istəyirsən çıx da, bizdə lift işləmir. Bugün yəni bir qaziyə belə demək mümkün. Necə yəni bizdə lift işləmir? O nə deməkdir? Valla bilmirəm, bəlkə xəstəxanada belə də olur. Bugün xəstəxanalarda lift işləmirsə, o zaman bir də ki, hemodializ xəstəsindən gedirsə söhbət. O zaman bunlar necə yəni bizim sağlamlığımız həqiqətən də sığortalanır? Mən də WhatsApp üzərindən yönləndirdim əməkdaşlarımıza. Bir neçə video var, göndərilib mənə. Mən həmin videoları göndərəcəm. Yəni siz həqiqətən də bu belə şeylərə çox diqqət eləmək lazımdır da. Adam Tovuz döyüşlərində yaralanıb, qazimiz Kənandan gedir söhbət. Tovuz döyüşlərində yaralanıb. Amma bugün çox maraqlıdır ki, ona deyirlər ki, necə qalxırsan qalx da. Bugün xəstəxananın umurunda belə deyil ki, onların qəbuluna gələn adam birinci qrup əlildir və bu torpaq uğrunda döyüşüb. Bir səsini açın, zəhmət olmasa. Yox, bunun yox. Bu sadəcə qazimiz Kənanın əvvəl sonraki görüntülərdir, təqdim eləyirəm. Buradan səsini açın, zəhmət olmasa. Tövbəsində lift işləmir. Mən birinci qrup əlinə. Ya da ki, liftdə işləyirsə də heç kim nəzarət eləmir. İkinci mərtəbəyə çıxmalıyam, qalmışam burada. Və millət əziyyət çəkir burada. Kimə deyirəm, heç kim baxmır. Bu vəziyyətdə qalmışam ki, kiməsə yalvarım ki, məni yuxarı çıxarsın. Yaşlı insanlar var. Deməli, Tovuz döyüşlərində yaralanıb dəyərli izləyicilərimiz qazimiz Kənan və hemodializ xəstəsidir anladığım qədərilə. Çünki Tovuzda həmin mərkəzə başvurub, həmin mərkəzə gəlib və deyir ki, yuxarı qalxmalıyam. Deyirəm ki, lift, deyirlər ki, lift işləmir. Deyirəm ki, mən yuxarı qalxmalıyam. Deyirlər ki, necə istəyirsən qalx da. Bağışlayın, hörmətli, bu Tovuz rayonunda hemodializ bu mərkəzi var. Orada çalışanlar bu qazinin qənədi olsa, hər halda qənədi ilə uçar qalxar da yuxarıya. Sizə deməz ki, buradan yuxarıya qalxmaq istəyirəm, necə qalxım? Və bir də ki, hemodializ xəstələri ağır xəstələrdir. Onlar elə öz ayaqları ilə yürüsünlər, çıxsınlar yuxarı, oradan da çıxsınlar. Onların çox-çox ağır vəziyyətdə olanları var. Bugün siz necə yəni deyirsiniz ki, lift işləmir və yaxud da ki, lifti işlədən bilmirik, hardadır filan. Bu, bəzi klinikalarda, dövlət xəstəxanalarında da var. Lifti vurub özün qalxa bilmirsən. Mütləq lift işlədən gəlməlidir. Başa düşürəm, bəlkə də indi orada düymələrlə çox-çox adam oynayır, tez-tez xarab eləyirlər. Bəlkə də bu səbəbdən də, amma sonucda ya bu liftin qapıları özü açılmalıdır düyməni basanda, ya da ki, bunu açacaq şəxs olmalıdır orada. Bugün siz heç bir ixtiyarla, heç döyüşçü deyil, heç müharibə iştirakçısı deyil, adi bir vətəndaşdır. Bugün siz heç bir ixtiyarla deyə bilməzsiniz ki, lift işləmir, necə qalxırsan qalx da. Bugün bu necə bir yanaşmadır bir xəstəyə? Adam xəstədir və yenə də deyirəm, əlil arabasında olan bir xəstəyə siz necə deyə bilərsiniz ki, necə istəyirsiniz qalx yuxarı? Siz istədiyiniz kimi qalxmısınız yuxarı mərtəbəyə, vəzifəyə. Ona görə mi deyirsiniz ki, kimsə də qalxsın yuxarı? Vallahi elə qalxa bilsəydik, biz də vəzifədə olardıq da. Anlaşılan ki, biz qalxa bilmirik də. Bizim dayımız, əmmimiz yoxdur, nə bilim, kiməsə arxalandığımız adam yoxdur da. Bugün klinikada, hemodializ mərkəzində niyə elə yanaşılır? Çünki qorxuları yoxdur. Heç o ictimailəşəcək güya nə olacaq ki, bunun ardından? Ola bilsin, hansısa bir addım atılacaq. Biz burada nələri səsləndirmişiksə, dərhal, yəni nəticəsini görmüşük biz. Amma xəstələrə bu şəkildə yanaşmaq olmaz axı. Və bir də deyirəm, bir halda ki, adam Tovuz döyüşlərində yaralanan birisidir. Yəni sən necə istəyirsən yuxarıya qalx, necə əlil arabasına məhkum olunan, yəni adama demək olar bunu. Yeri gəlmişkən qeyd edelim ki, Yaşad Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən qazilərimizdən biridir.
çox ağır durumda olan qazilərimizdən olub və Yaşad Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib. Ondan sonra da gördüyünüz kimi əlil arabasında bu şəkillər var idi. Rejissorumdan xahiş eləyəcəm onu təqdim eləsin. Az öncə Kənanın şəkillərini biz verdik, bəli. Yəni bu cür oğuldur da, baxın, oğul hardan hara gəlib. Sizə görə döyüşüb, bizə görə döyüşüb. Bunu neyini qışqıra mı deyək, bağıra mı deyək ki, bu vətənin qeyrətli oğullarına hörmət elə, ay həkim, borcundur. Sən uşağını yanında bəsləyəndə bu oğullar döyüşüblər, bu oğullar erməni gülləsinə tuş gəliblər, sağlamlığını itiriblər, cavan uşaqdır. Ömür boyu əlil arabasına məhkumdur. Hansı dildə deyək ki, başa düşür? Hamımızın anladığımız bir Azərbaycan dili var da, bunu deyirik. Bugün siz yenə də deyirəm, heç müharibə iştirakçısı olmasa belə ixtiyarınız yoxdur deyəsiz əlil arabasında olan birinə ki, necə istəyirsən qalx yuxarı, necə qalxacaq yuxarı? Yenə də deyirəm, qələtləri varmı? Bəlkə uça bilirlər bunlar. Bizim xəbərimiz yoxdur vallahi. Yəni da bu qədər də olmaz axı həqiqətən. Bir insani yanaşma qoyun da ortaya. Hara gedirsən problemdir, hara gedirsən problemdir. Yəni bu qədər olmaz axı. Heç olmasa bu yaralılara dəyməyin də siz. Həyatlarını qurban verdilər də, vəssalam. Nə vaxt qalxacaq o əlil arabasından? Ay həkim, nə vaxt qalxacaq? Qalxmayacaq da, artıq məhkum olunub bu əlil arabasına. Bir də ki, üzərindən sən necə istəyirsən qalx, necə istəyirsən düş deyə bilməzsən. Hipokrat andında bildiyim qədərilə, yəni belə bir şey yoxdur ki, heç nə. Boş verirsən, ağzı verirsən xəstə gələndə, özün necə istəyirsən qalx, özün necə istəyirsən elə. Bildiyim qədərilə, yəni Hipokratda siz belə bir şeyə and içməmisiniz. İnşallah ki, düzələcək. İl çox, ay çox, zaman çox, saat çox, vədə çox, vaxt çox. İnşallah ki, düzələcək. Hər halda buna ümid edirik.